Salam əziz dostlar. Bəqərə surəsinin 13-cü ayəsində görək Əhlüsünnə alimi o ayə barəsində nə deyir? Axracəl Hafiz Əl-Hakim Əl-Həskani Əl-Hənəfi fi Şəvahid Tənzil. Deyir ki, Hakim Həskani Şəvahid Tənzil kitabında bi isnadihi öz sənədləri ilə Ən İbn Abbasdan, Peyğəmbərin səhabəsindən. Deyir ki, nə barədə? Fi qavlihi Teala, Allah Teala'nın bu ayəsi barəsində. Əminu kəmə əmənən nəs. İman gətirin. Necə ki, insanlar iman gətiriblər. İndi bu insanlar iman gətiriblərdən məqsəd kimdir? İman gətirən kəslər kimlərdir? Buyurur ki, həmin İbn Abbas deyir ki, qal. İbn Abbas deyir, Ali ibn Əbi Talib. Biri Ali ibn Əbi Talibdir. İlk iman gətirənlərdən gedir söhbət. Və Cəfərut Təyyar, biri Cəfəri Təyyardır, Əleyhisselamın qardaşı. Və Həmzə, biri Həmzədir, Peyğəmbərin əmisi. Biri Səlman və Səlman. Və Əbu Zər və Əmmar və Miqdad və Huzeyfə ibn Yaman, Əl-Yaman və qeyruhum. Deyir, bu şəxslər Səlman, Əbu Zər, Əmmar, Miqdad, Huzeyfə ibn Yaman və digərləri nəzərdə tutulur. Nasdan məqsəd onlardır. Yəni, onlar kimi iman gətirin. İman gətirəndə də onlar kimi iman gətirin. Müəllif deyir ki, əqul, yəni əl-məqsud min kəlimətin nas hum həulə. Nas kəlməsindən, yəni insanlar kəlməsindən məqsəd həmin bu şəxslərdir və bu adları çəkilən şəxslərdir. Sağ olun.